mərhəmətli və rəhimli Allahın adı ilə. Ey İsrail oğulları! Sizə bəxş etdiyim neymətimi və sizi aləmlərdən üstün etdiyimi xatırlayın. Qorxun o gündən ki, o vaxt heç kəsə fayda verə bilməyəcək. Heç kəsdən şəfaət qəbul olunmayacaq. Heç kəsdən bir fidyə alınmayacaq və günahkarlara kömək göstərilməyəcəkdir. Bir zaman biz sizi Fironun tərəfdarlarından xilas etdik. O vaxt onlar sizə ağır əzablar verir, oğlan uşaqlarınızı öldürür, qadınlarınızı isə sağ buraxırdılar. Bunda Rəbbiniz tərəfindən sizin üçün böyük bir sınaq var idi. O zaman biz sizə görə dənizi yardıq, sizi xilas etdik və Fironun tərəfdarlarını gözünüzün qabağında dənizdə batırdıq. O zaman biz Musaya vəhd üçün 40 gecəlik vədə verdik. Sonra siz onun ardından buzovu özünüzə məbud qəbul edərək zalim oldunuz.